Bajaj Dominar 400 yığdığımı məni izləyən hər kəs bilir. Gəlin bu günləri Moskvada hansı dəyişikliklər olubdu, onlara baxaq bir yerdə. Baykda olan dəyişikliyə keçməzdən öncə baykı sizə belə göstərmək istəyirəm. Baykın ümumi olaraq rəngləndiyini görürsünüz. Qabaq disk və arxa disk rənglənibdir. Qabaq təkər dəyişilibdir, arxa təkər dəyişilibdir. Vilka travers zbor dəyişilibdir. Qabaq aporno dəyişilibdir. Ondan əlavə rulun kripsləri. Sonra bayka qoruyucu duqalar quraşdırılıbdır. Kraşkoar da deyirlər. Sonra qoruyucu dəmir də deyirlər. Baykın raması sıfırdan rənglənibdir. Baykın mayatniki sıfırdan rənglənibdir. Hətta bu detal belə rənglənibdir. Sonra yaddan çıxmamış quşter rənglənibdir. Əlavə olaraq akkumulyator, hava filtri, yağ filtri, arxa qabaq nakladka, mufta trosu, qaz trosu, benzin filtri. Bunların hamısı tamamilə yenisi ilə əvəz olunubdur. Baykın hal-hazırdakı görünüşü budur.